Təqdim olunan məhsul kitabxana sisteminin süni intellekt vasitəsilə təkmilləşdirilməsinə həsr olunub. Belə ki, siz kitabxanada hansı bir kitabı axtararkən kitabın müəllifini, kitabın adını yazıb axtarırsınız adətən və yaxud da ki, açar sözlərlə kitabları axtarırsınız. Amma bizim bu təqdim etdiyimiz süni intellekt həlli vasitəsilə siz hər hansı mövzu haqqında bir neçə cümlə yazmaqla həmin mövzuya uyğun kitablar sizə təqdim olunacaq. Məsələn, bir misal göstərək ki, tutaq ki, sizi maraqlıdır Şah İsmayıl Xətainin məsələn yaradıcılığı. Siz bir neçə cümlə bu haqda yazmaqla o kitablarda ki, bu mövzu haqqında məlumat var, o kitabları sizə süni intellekt təqdim edəcək. Bununla da siz kitabxana sistemi ilə daha təbii şəkildə ünsiyyət qurmuş olacaqsınız. Təqdim olunan işin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, bu iş ADO Universiteti, ADO Universitetinin kitabxanası və Meqasek şirkətinin birgə əməkdaşlığı ilə yerinə yetirilmişdir. Belə ki, əsas ideya ADO Universitetinin kitabxanasından gəlmişdir. Kitabxana fəaliyyətini daha da təkmilləşdirmək üçün belə bir həllə ehtiyac olduğu bildirildi. İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 4-cü kurs tələbələri bu tədqiqat işinə cəlb olunmuşdur. Bu iş həm də onların diplom işidir. ADO Universitetində Meqasek şirkətinin süni intellekt laboratoriyası fəaliyyət göstərir. Bu məhsulun yerinə yetirilməsi üçün süni intellekt alqoritmlərinin öyrədilməsi, həmçinin dataların hazırlanması, bu kimi işlər Meqasek şirkətinin ADO Universitetində təhsil etdiyi laboratoriyanın dəstəyi ilə yerinə yetirilmişdir. Respublikamızın kitabxanalarında, xüsusilə universitet kitabxanalarında bu yeni dalğanın, bu süni intellekt dalğasının tətbiq olunmasına bir artıq zəmin yaranırdı. Nəzərə alsaq ki, klassik köhnə kataloqlar, xüsusən kitabxana kataloqları, informasiya kataloqları artıq bir növ köhnəlmiş bir texnologiyaya çevrilirdi. Yaranan bu yenilikləri ADO Universiteti rəhbərlik olaraq çox dəstəklədi. Buna görə çox böyük təşəkkür bizim universitet rəhbərliyinə və həmçinin bu fikirlə də İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinə hörmətli dekanımız Abzəddin müəllimə müraciət elədik və o da çox müsbət və dəstəkverici formada bizi yönləndirdi və layihə rəhbəri olaraq qarşı tərəfdən də, qarşı komandadan da Professor Samir Rüstəmov bu layihənin belə deyək, meneceri seçildi və birlikdə bu layihəyə start verdik. Mən xüsusilə tələbələrimizin, belə deyim, gənclərimizin burada səriştələrini və zəhmətini xüsusi qeyd etmək istərdim. Hələ öz adımla da, bütün komandamız adına, kitabxana komandamız adına onların bacarıqları, o həvəsi bu kimi yeni texnologiyaların yaranmasına bir vəsilə oldu. Mən həmçinin ADO Universitetinin partnyor təşkilat və şirkəti olan Meqasek şirkətinə də öz dərin təşəkkürümü bildirirəm. Xüsusi texnoloji və belə deyim, informasiya dəstəyi yaxından iştirak etdi və bugün böyük bir komanda ilə son bir il ərzində planlarımızın, zəhmətimizin nəticəsini görürük. ADO Universitetinin partnyor Meqasek şirkəti ilə birlikdə ərsəyə gətirdiyi bu layihə Cənab Prezidentimizin 2025-ci ildə təsdiq etdiyi Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasına da kiçik də olsa bir töhfə verəcəkdir.